ki. Mən heç görmədim. Görsəm də bəlkə %1-də gördüm. Yəni 35 ildə ailəliyəm, görmədim. Ancaq qadın, ev, uşaq, 2 ali savadım var, heç işləmədim də, qoymadı. Oturun evdə, işinizi görün, amma özləri də öz həyatlarını yaşayır. Çox peşmanam ki, düzgün seçim olmadı. Kişi nəyə görə ailə qurur ki? Əl tutsun, qadın da kişiyə əl tutsun. Tək əldən səs çıxmır ki həyatda. Kişinin kişi işi var, arvadın arvad işi var. Düzdür, qadına hörmət eləməlisən, amma kişi öz işini görsə daha yaxşı olur. Mənim kimi pensiya çıxanda çay süzməkdir, nədir onu eləməlidir o heç. Amma da arvad işinə gəlib kişi burnu soxu işdirsə, niyə bizə kişi deyirlər, onlar arvad? Qadınlar kimi kişilər də qadına dəstək olmalıdır ev işlərində. Yəni qadın uşağı dünyaya tək gətirmir, əlbəttə kişi də ona dəstək olmalıdır. Başa düşülür ki, kişilər işləyir, işdən yorğun gəlir. Ən azından bir qadına mənəvi cəhətdən də dəstək ola bilərlər. Yəni kişilərin ev işi görməyinə heç də pis baxmıram, çox normal baxıram, müsbət baxıram. Yəni belə kişilərimiz olsa qadınlar da həyatda ayaqları üzərində dayana bilər, həyat eşqləri artar. Yəni çox gözəl. Öncə xanımına kömək eləməlidir. Yəni eyni evdə yaşayırsa, hər iki həm xanım, həm də bəy də kömək eləməlidir ev işlərinə. Belə bir sual verim. Evinizdə hansı bir kişi xeylağı? İş görmüş. Mənə görə görməli deyil. Nəyə görə? Çünki kişi çöldə qazanıb gətirəndi, qadın ev işlərinə məşğul olandı. Tabii ki görmeli. Benim yoldaşım hep yardım eder. Yardım etmezken her şey, yemek, temizlikte, çocukların bakımında her şeyde yardım eder, etmelidir.